IŞİD lideri Əl-Bağdadinin karikaturasını yayımladığına göre hücuma məruz qalan və bir müddət fəaliyyətini dayandıran Charlie Hebdo jurnalı yenidən çapını bərpa etdi. Çox böyük tirajla çıxan jurnalın üz qabığında İslam Peyğəmbərinin görüntüsünün olacağı barədə məlumatlar düz çıxdı. Charlie Hebdo əvvəlki kimi Məhəmməd Peyğəmbərin təhqirini davam etdirmək yolunu seçdi. Sanki cəmi bir neçə gün əvvəl ondan çox adamın ölümü ilə nəticələnən qanlı hadisələr baş verməmişdi. Fransanın Charlie Hebdo satirik həftəlik jurnalı növbəti dəfə bəşəriyyət üçün negativ addım atıb. Redaksiya terrordan sonra çıxardığı ilk sayda yenə də İslam Peyğəmbərin karikaturasını əks etdirməklə jurnalı 4 milyon tirajla 16 dildə buraxıb. Ön səhifədə yaşıl fonda ağ paltar geyilmiş İslam Peyğəmbəri üzüntülü şəkildə "Mən Şarliyəm" sözləri yazılmış plakat tutub. Bundan başqa plakatın üzərində qara hərflərlə "Hər şey bağışlanıb" da yazılıb. Jurnal manifestində faşizm, nasizm və stalinizmdən sonra İslamizmi demokratiyanın əsas təhlükəsi adlandırıb. Maraqlıdır ki, jurnalın tənqid etdiyi nasizm, faşizm, ksenofobiya, inkvizisiya, bütün bunların hamısı Asiyada deyil, məhz jurnalın dərc olunduğu Avropada yaranıb. Sərsəm işlərlə məşğul olan jurnal məruz qaldığı silahlı hücuma, 12 nəfərin qətlinə baxmayaraq ölənlərin ruhuna hörmətsizlik edərək baş verən proseslərdən nəticə çıxarmayıb, siyasətini dəyişməyərək dini mövzularda karikaturaların dərcini davam etdirir. Charlie Hebdo'nun yenidən İslam Peyğəmbərini təhqir edərək karikaturanı dərc etməsinə Amerika Birləşmiş Ştatları münasibət bildirib. Birləşmiş Ştatların hökumət sözçüsü Mari Harf deyib ki, şəxsi fikirlərə baxmadan Charlie Hebdo'nun bu karikaturaları yenidən dərc etmək hüququnu qətiyyətlə dəstəkləyirik. Bu demokratiyanın təzahürüdür. Həzrəti Məhəmmədin karikaturasının dərc edilməsinin İslama zidd kimi görürsünüzmü sualına xanım Harf heç bir şey ifadə azadlığının qarşısında olmamalıdır cavabını verib.